Yeni maşın alan kimi dedim podruqalıq görevimi yerinə gətirim. Podruqamla görüşəcəkdik. Gəlmişəm onu evindən götürməyə. Dediyinə görə 1 dəqiqə aşağı düşəcək. Baxaq neçə dəqiqəyə gələcək. Mən bu 1 dəqiqə, şübhəli 10 dəqiqə də ola bilər. Bu 1 dəqiqəni sizə video çəkməklə dəyərləndirmək istədim. Deməli, hal-hazırda yay qruplarımıza qeydiyyat davam edir. İyun ayının 1-dən etibarən biz dərslərə başlayacağıq. Dərslərimiz tam sıfırdan keçiriləcək. Yay qruplarında əsas məqsəd minimum ev tapşırığı ilə maksimum 2 dənə uşaq keçir buradan, 2 dənə balacadılar və böyük ehtimal əkizdirlər, çox şirindirlər, bacımla mən oxşuyurlar. Harada qalmışdıq? Minimum ev tapşırığı ilə maksimum nəticə əldə etməkdir. Hal-hazırda qəbul sürət qruplarımıza da qeydiyyat davam edir. Əgər siz də qısa müddətə nəticə əldə edən abituriyentlərimdən biri olmaq istəyirsinizsə, mesaj bölməsinə ad, soyad, oxuduğunuz sinfi qeyd edin. Yay qruplarıma qeydiyyat, qəbul limitli sayda olacaq. Çünki daha öncə də qeyd etdiyim kimi bu yay biraz dincələcəm. Ona görə limitli sayda şagird qəbul edəcəm. Ətraflı məlumat və qeydiyyat üçün mesaj bölməsinə ad, soyad, oxuduğunuz sinfi qeyd edin.